Verilmiş ədədlərlə sol tərəfdə verilmiş rəqəmlər arasındakı əlaqəni tapmalıyıq. Burada adətən bu tip sualda çox rəqəmli ədəddən solda kiçik bir ədəd alınıbsa, rəqəm alınıbsa, demək ki, burada hansısa rəqəmlərin sayını tapmalıyıq. Adətən bu tip suallarda belə olur. Daha yaxşı bu 4 olandan baxa bilərik. Sağda 4 dənə 7 rəqəmi var. Digər bəndləri yoxlayaq. Birinci sətirdə deməli 2 dənə 7 var, uyğun gəlir. İkinci sətirdə 1 dənə 7 var. Dördüncü sətirdə 7 yoxdur, ona görə burada 0 yazılıb. Və sonuncu ədəddə 1, 2 və 3 dənə 7 var. Doğru cavab D bəndi. Verilmiş ədədlər arasındakı əlaqəni tapmalıyıq. Burada oxlarla ardıcıllıq göstərilib. 26-dan 34-ə keçmək üçün üzərinə gəlinib 8, 34-dən 41-ə keçmək üçün 41 almaq üzərinə 5 gəlinib, 41-dən 46-ya yenə 5 gəlir. Buradan biz diqqətlə baxsa görərək ki, bu 8, 2 və 6-nın cəmidir. 3 ilə 4-ün cəmi də 5-dir. Oxla göstərdim. Digərlərini yoxlayaq. 41-dən həmin cəm ödənir. 46, 4 üstəgəl 6 10-a bərabərdir. Ona görə də 46 üstə 10 gələndə 56 alınır. 56-nın rəqəmləri cəmi 5 üstəgəl 6 11-dir. Ona görə də 67 alınır üzərinə gələndə. 67-nin rəqəmləri cəmi 13-dür. Onda 80 alınır. 80 rəqəmləri cəmi 8-dir. 80 üzərinə 8 gəldə alınır 88. Doğru cavab B bəndi. Ədədi ardıcılığı pozan ədəd tapın. Burada ardıcılığı biz daha çox ədədlər arasındakı qanunu tapmalıyıq ki, pozulan hissəni tapa bilək. Bu tip suallarda ya birbaşa ardıcıllıq var, ya 2-2 ardıcıllıq, ya da 3-3. Yəni birbaşaya baxaq. Məsələn, 11-dən 15-ə 4 üzərinə gəlinib, sonra 5 çıxılır, sonra 7 gəlir, sonra 4 gəlir. Burada qanuna uyğunlaşmaq olmur. Növbəti 5 çıxılıb. Deməli, ardıcıllıq burada yoxdur. Bunu silək və 2-2 baxaq. İlk baxışda 3-3 oxşuyur. 2-2 baxsaq, 11-dən 10-a 1 çıxır, 11 gəlir, 3 gəlir, 2 çıxır. Burada da qanuna uyğunluq yoxdur. Gəlin 3-3 baxaq. Deməli, 3-3 baxsaq, 11-dən 17-yə 6 gəlib, 17-dən 24-ə 7 gəlib, sonra isə 5 gəlib, digərlərini yoxlayaq. 15-dən 21-ə 6 gəlir, 21-dən 27-yə yenə 6 gəlir. Digərini fərqli rəqəmlə göstərək. Deməli, 10-dan 16-ya 6 gəlinir, 16-dan 22-yə 6 gəlinir. Burada pozulan bir dənə 7 gələn hissədir. Deməli, 17-dən 24-də 7 yox, 6 gəlməlidir əslində. 17 üstə gəlsin 6, 23 olmalıydı burada. Burada 23 olsaydı, bu gələn hissə də 6 olacaqdı. Bütün ardıcıllıqda qanunauyğunluq eyni olur. Deməli, ardıcıllığı pozan ədəd 24-dür. Cavab C bəndi. C bəndi 24. Yerinə 23 olmalıydı. Verilmiş ədədlər arasındakı qanunauyğunluğu tapmalıyıq. Deməli, bu ədədlərin ya cəmi, ya fərqi və ya nəsə hasil olmalıdır. Yoxlayaq. Burada daha rahat görünən 80 ədədidir. 9 və 1-in cəmi olur 10. Vurulsun 9 çıx 1, 8 bərabərdir 80 ödənir. Digərlərini yoxlayaq. 15 üstə gəl 5 vurulsun, daha doğrusu 10 üstə gəl 5 vurulsun, 10 çıxılsın 5. 15 vur 5, 75 ödənir. Üçüncüsündə 8 üstə gəl 4, 12 vurulsun fərqi 4, 48 ödənir. Bunun əslində kvadratları fərqi kimi də baxmaq olar. 13 üstə gəlsin 6 olur 19 vurulsun 13 çıx 6, 7. 7 vur 9, 63, 3 yazır 6 yadda, 7 vur 1, 7, 6 yadda 13 olur 133. Cavab C bəndi. Verilmiş ədədlər arasındakı əlaqəni tapmalıyıq. Demək, 34-dən 6 alınıb, sanki üzərinə 2 gəlib kök alınıb, amma digərlərində ödənmir. Daha rahat görünə bilən burada 8 var. Çünki sol tərəfdəki 8-i 2-yə vursaq və 2-yə bölsək 8 alınır. Bu ədəd üçündür. Digərlərini yoxlayaq. Məsələn, burada baxaq. 1-i vuranda 8-ə və 2-yə böləndə alınır 4, ödənir. 7 vur 2-dən 14, 7 ödənir. 6 vur 5 alınır 30. 2-yə böləndə 15 ödənir. Birincisində 3 vur 4, 12 böl 2, 6 yenə ödənir. Sonucunu tapaq 49. 4 vur 9 bölünsün 2 bərabərdir 2 vur 9, 18 alınır. Doğru cavab A bəndi. Verilmiş ədədlər ardıcılığındakı qanunauyğunluğu tapmalıyıq. Burada daha rahat görünən isə 96 2-yə böləndə 48-in alınmasıdır və 40-ı 2-yə böləndə 20 alınır. Növbəti 12 bölü 2 6 olmalıdır. Amma
Digər ardıcıl tapaq. Burada çıxılsın 8-dir. Böl 2. Çıx 8 böl 2. Çıx 8. 12 böl 2 olur 6. 12 böl 2 6-ya bərabərdir. Ardıcıllıq əlaqəni tapdıq. Doğru cavab C bəndi 6. Verilmiş ədədlər arasında əlaqəni tapmalıyıq. Burada bunların cəmi, hasili, fərqi nələrsə ola bilər. Adətən ilk cəmdən başlayırıq və mümkün qədər kiçik ədədlərdən baxaq ki, rəqəmləri daha kiçik olsun və qanuna uyğun tapa bilək. Məsələn, burada 1 üstəgəl 7 8-dir, 2 üstəgəl 5 3 5-dir. Bunların cəmi olur 13, ödənir. Digərinə baxsaq, 5 üstəgəl 6 11, 2 üstəgəl 8 10 ödənmir. Deməli, keçmək lazımdır hasilinə. O da olmasa, nəyəsə vurulmuşu ola bilər. 5 vur 6 30, 2 vur 8 16, cəmində 46 birinci ədəddə ödəyir, birinci şəkildə. İkincisində hasili 7 və 6, burada da ödəyir. Üçüncüsündə 4 vur 5 20, 3 vur 9 27, cəmi ödədir. Demək ki, hamısında eyni şey tətbiq olunmalıdır. 8 vur 3 24, 4 vur 9 36, 24 üstəgəl 36 bərabərdir 60 alınır. Doğru cavab B bəndi. Şəkillərdə sol tərəfdəki ədədlərdən sağ tərəfdəki ədədlər alınır. Sağdakı ədədlər, daha doğrusu ilk baxışdan görə bilir ki, kvadratlardır. 49 7-nin kvadratıdır, 256 16-nın, 81 9-un kvadratıdır. Solda isə cəmi həmin ədədlər alınan rəqəmlər verilib. 5 üstəgəl 2 7-dir, kvadratı 49 alınır. 9 üstəgəl 7 16-ya bərabərdir, burada da ödənir. Üçüncü şəkildə 3 üstəgəl 6 9-dur, ödəndir. Dördüncüyə baxsaq, 8 üstəgəl 4 bərabərdir 12. 12-nin kvadratını tapmalıyıq. 12 və 12 bərabərdir 144. Doğru cavab A bəndi. Verilmiş ədədlər arasındakı əlaqəni tapmalıyıq. Burada cəminə, fərqinə, hasilinə baxaq. Görək hansı alınacaq. 6-nı 3-ə vuranda 9, daha doğrusu cəmi 9, 24-ə gəlmək olmur. Hasili 18 gəlmək olmur. Kvadratlar fərqi də uyğun gəlmir. Burada diqqətlə baxsa görərək ki, ortadakı ədədlərin hər biri soldakılara bölünür. 24-ü 6-ya böləndə 4 alınır. Burada isə 3-dür. Yəni 1 üstünə gəlsək cavab alınacaq. 24 8-ə böləndə 3 alınır. Deməli, soldakını sağdakının bir vahid böyüyünə vurmaq lazımdır ki, ortadakı mötərizəli ədədlər alınsın. 8 vurulsun 3 bərabərdir 24. 5 vurulsun 8 bərabərdir 40. 4 vurulsun 10 bərabərdir 40. Sonuncuda da olacaq 7 vurulsun 6 üstəgəl 1. Yəni 7 vur 7 49. Doğru cavab B bəndi 49. Verilmiş ədədlər arasındakı əlaqəni tapmalıyıq. Burada bu tip suallarda daha rahat olar ki, biz böyük ədədlərə baxaq. Məsələn, 46-dan 94-ə, hətta 22-dən 46-ya, yəni bu artıq 2-yə vurulma və nəsə gəlib çıxmaq kimi bir şeydir. 46-nın yarısı 23-dür. Deməli, 22 üzərinə 1 gəlsək 23 alınır. 2-yə vuranda 46 alınır. Digərlərini yoxlayaq. 47 olur 1 gəlsək, vuranda 94 ödəyir. 95-i 2-yə vursaq 190 ödənir. Əvvəlkilərə baxaq. 11 onu artıranda alınır. Vurmada ödənir. Burada 5 ödənir. Ən birincisi ödəyir. Deməli, 190 üzərinə 1 gəlib, vurmaq lazımdır 2-yə. 192-yə vuran 380, üstə gəlir 2. 382 alınır. Doğru cavab D bəndi.